Əslində belə baxanda Türkiyənin ərazisində nüvə silahı bugünləri mövcuddur. Bu nüvə silahı amma Türkiyə tərəfindən idarə olunmur. NATO'nun hərbi bazası, İncirlikdə yerləşən hərbi bazasının 50-yə yaxın nüvə silahı mövcuddur. Amma onun idarə olunması məhz NATO'dan asılıdır, Türkiyədən yox. O ki qaldı Türkiyənin özünün dövlətin nüvə silahının olması ilə bağlı. Bilirsiniz, dünyada mövcuddur nüvə silahının yayılmaması ilə bağlı müqavilə. Və bu müqaviləyə əsasən bütün dövlətlər ötəlik götürüblər ki, nüvə silahı yayılmayacaq. Amma biz görürük ki, həmən müqavilə zidd olaraq bəzi dövlətlər bu nüvə silahını əldə edə biliblər. Həm Pakistandır, Şimali Koreyadır, İsraildir. Bu günlərdə biz görürük ki, bu proses İranda gedir. Əgər böyük dövlətlər BMT-nin Təhlükəsizlik Şurasına daxil olan nüvə silahına malik olan dövlətlər bu müqavilənin pozulmasının qarşısını ala bilmirlərsə, onda başqa dövlətlər əlbəttə ki, öz təhlükəsizliyini təmin eləmək üçün çalışacaqlar, o nüvə silahını əldə eləsinlər. Əgər İran nüvə silahını əldə eləsə, çox güman ki, o regionda olan dövlətlər, nəinki Türkiyə, Səudiyyə Ərəbistan, Misir və başqa ölkələr əlbəttə ki, cəhd eləyəcəklər nüvə silahını əldə eləsinlər. Bu, beynəlxalq mühitdə müəyyən gərginlik yaradacaq, sözsüz. Amma bu vaxta qədər məhz o nüvə silahının yayılmaması ilə bağlı olan konsepsiyanın mövcud olması bir çox dövlətləri düşünmürdü bunun üstündə işləməyə və ümumiyyətlə nüvə projesini əldə eləmək, həyata keçirmək dövlət üçün çox çətin məsələdir. Onu böyük vəsait tələb eləyir. Amma təhlükəsizlik baxımından əgər dünyada biz görürük, bu günlər dünyada gedən prosesləri, bu günləri artıq beynəlxalq qanunvericilik işləmir, bu günləri güc faktoru önə çıxır. Bu baxımdan əlbəttə ki, bu məsələ bir daha olaraq bütün dövlətlər çalışacaqlar, bunu əldə eləsinlər, göz təhlükəsini təmin eləsinlər. Bu da dünya nizamına əlbəttə ki, müəyyən gərginlik gətirəcək.